Sualda deyir, bir cins elektrik sahəsində yerləşdirilmiş Q1 və Q2 yüklərinin potensial enerjiləri və onlara elektrik sahəsi tərəfindən təsir edən qüvvələr arasında hansı münasibət doğrudur? Hər ikisi müsbətdir. İntensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlir. Onda bu müsbətlər mənfiyə doğru cəzb olunacaq. Yəni bu istiqamətdə bir qüvvə təsir eləyəcək. Bəs yaxşı. Qüvvələrin qiymətini müqayisə eləsək, F bərabər Q-yə-dir. Yüklər bərabərdir. Bir cins elektrik sahəsi olduğuna görə intensivliklər də eynidir. Ona görə qüvvələr bərabər olacaq. Yəni 4 cavabı doğrudur. Potensial enerjinin də düsturu QF-dir. Yüklər müsbətdir və qiymətləri də bərabərdir. Ona görə fiillərə baxaq. Biz də bilirik ki, sahə istiqamətində, yəni intensivlik xətləri istiqamətində getdikcə potensial nə edir? Azalır. Onda F1 F2-dən çoxdur. Çünki sahə istiqamətində getdikcə potensial azalmalıdır. Yəni burada potensial azdır, amma burada potensial çoxdur. Baxın, bu Q1 yükünü məsəl üçün burada təsəvvür eləsəniz, bax bu nöqtədə potensial, bu xətt boyunca potensial, bu xətt boyunca potensialdan çoxdur. Ona görə də F1 F2-dən çox olduğuna görə W1 də W2-dən çox olacaqdır. Bu şəkildə, yəni 2 doğru cavabdır. 2 və 4.